İndi uşaqlar, gəlin ağırlıq başlığındakı 47-ci sualımıza baxaq. Nə deyir bizim üçün? Deyir ki, səthə sərbəst düşmə təcili 3,3 metr/saniyə kvadratı olan planetin radiusunu hesablayın. İndi gördüyünüz kimi bizə qeyd edir ki, səthdəki sərbəst düşmə təcili. Dərhal səthdə sərbəst düşmə təcilinin düsturunu yazırıq. J bərabərdir J vurulsun, M bölünsün, R kvadratıdır. İndi mötərizədə də bizə sıxlığı verib. Sıxlıqdan hansının düsturu var idi uşaqlar? Əlbəttə ki, kütlənin. Onda gətirib əvəzləyəndə olacaq J vurulsun, rho V bölünsün, R-in kvadratı. İndi bir digər tərəfdən mən bilirəm ki, bütün planetlərin hamısı kürəş şəklindədir. Onda V-nin də yerinə gətirib nə qoyacağıq? 3-də 4 pi r kubu. Gətirib yazaq. Onda J vurulsun, rho vurulsun 4 pi r kubu bölünsün 3 r-in kvadratı oldu məxrəcədir. Bu kvadratdan bu kub getdi. Qaldı onda düsturumuz necə? J bərabərdir. Böyük J vurulsun rho vurulsun 4 pi r bölünsün 3-ə. Və buradan r-i tapmalıyıq. Çünki bizdən radiusu soruşur. Olacaq 3J bölünsün. Çünki yanakı kəmiyyətlər tərs asılıdır. İndi r-in yanında olan J-dir, rho-dur, 4 pi-dir. Düşəcək məxrəcə. 3J isə qalxdı sürəti. İndi buradan hesab kitabı aparaq. J-ni verib baxın neçə? 3,3. Bir digər tərəfdən qravitasiya sabitim 6,6 vur 10 üstü -11'dir. Rho-nu verib 2500 yazaq. 2500. Bir digər tərəfdən 4, pi-miz də 3'dür. İndi uşaqlar bu 3'dən bu 3 getdi. Bu 3,3'dən bu 6,6 getdi. Qaldı onda burada nə? 2. Gəlin buradan yazaq indi. Deməli, 2-ni 2500-ə vuranda eləyəcək 5000, 10 üstü -11 də öz yerində qalıb. Bir digər tərəfdən burada bizim 4'ümüz də var idi. Uşaqlar bu 3 sıfırdan bu 3 mənfi getdi. Onda qaldı nə? 20 vurulsun, 10 üstü -8. İndi yenə bu sıfırdan bu 0 da getdi. Qaldı nə? 10 üstü -7. 10 üstü -7 də sürətə qalxanda 10 üstü -7 olacaq. 10 üstü -7 bölünsün 2'dir. Bunu da necə yazaq? Gəlin hesablama naminə. Deməli, bunu da yazırıq. Deməli, baxın burada 10 vurulsun 10 üstü 6 bölünsün 2. Onda 5 vur 10 üstü 6'dır. Bizdən cavabı kilometrdən istəyir. Gördüyünüz kimi kilometr nədir? 10 üstü -3'dür. Onda belə yazalım. 5 vurulsun 10 üstü -3 vur 10 üstü -3. Bu kilometrin payına gedir. Bunda elə 5 vur 10 üstü 3 nə deməkdir? 5000 kilometr. O da bizə harda verilib? Y variantında. Cavabımız elə 47-ci sualda Y variantı olacaq.